Tərəziyə çıxıram. İşığı yandırmamışam, ona görə qaranlıqdır. Gördünüz, 63 kilo oldum. 65 idim ama. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Artıq tərəzimiz düzgün işləyir. Çəkimi bu dəfə düz göstərdi. Zarafat bir tərəfə 2 kilo çəki vermişəm. Bunun üçün ayrıca sevinirəm və belə də davam edəcəm. Bu gördüyünüz şirniyyat isə diyetlikdə, ancaq mən bunu o qədər bəyənirəm. Burada alıb çayla içirəm. Bilirsiniz, bir müddət mən səhərlər chia və kətan toxumunu içdim. 10 gün tamam olubdu, ona görə fasilə verirəm. Səhər durub ac qarnına ilıq su içmişəm. Ondan sonra isə çay və özümə yumurta hazırlayıram. Səhərlər isə mütləq yumurta yeməliyəm. Mənimlə motivasiya olub yeməyinə, sağlığına fikir verənlər, sizdə necədir vəziyyət? Mütləq rəylərdə fikirlərinizi mənimlə bölüşün. Tərəzidə 63 kilo görsəm də baxın, qaymaq yeyirəm. Nəyin qalan qaymağı tutural alıb dadlıdır. Nömrə 1. Yəni mən ac qalmadan 2 kilo attım. Demək olar ki. Ona görə yeyirəm. Yumurta yemişəm, indi də qaymaqla yeyirəm. Bunlar da yeyir. Yumurta. Nə olub Rahim? Nə yeyirsən? Rahim. Bəs yumurtanı yemirsən, bu yumurta yemir. Yalan yaxşıdır, yer bu yox. Yumurta yenə qaldı. Rahim yumurta da ye. Güya xiyarla yeyir də yumurtanı. 5 dənə xiyar yeyir, bir dənə balaca qısıq yumurta yeyir. Heç yumurta yeməyib deyəsən. Ona bax yemək istəmir. Niyə? Ye də Rahimcik. Niyə? Deyil. Хочешь, я тебе еще дам? Нет. Хочешь. Мама, а ты хочешь? Нет, Хочешь. не хочу. Neyse, çayımızı da içək. Mən indi avokado dadını eləyəcəm. Hər gün fərqli hərəkətlər edirəm, amma son günlərdə hardasa bir 3-4 gündür ki, bu hərəkətləri edirəm. O linkdəki olan hərəkətlərinin eynidir, ona görə. Rahim çəkil. Başlayırıq. Birinci bu hərəkətdən başlayırıq. Rahim, отойди. Belə eləyirik. Что я, Hardasa bir 30 dəfə eləmək olar. Эй, подожди. Burada Rahim imkan vermir ki, idmanımı eləyim, gəlib önümə keçir, lay aparıb başım qatsın ki, mən rahat idmanımı eləyim. Vloglarımda ən çox istənilən etdiyim idman hərəkətləri olub. Daha çox istəyirdiniz, mən də sizə söz vermişdim, ona görə də sizə burada idman hərəkətlərini göstərirəm. Mən öncə link paylaşmışdım ki, bu hərəkətləri etmişəm, vaxt ikən etmişəm. O hərəkətlər də çox qəşəng hərəkətdir. Onun hərəkətlərinə baxsaz, bütün idman videolarına baxanda görəcəksiniz ki, həmin hərəkətləri göstərirlər. Mənə əsasən qarın bölgəsi lazım olduğuna görə bu hərəkətləri daha çox edirəm. Ən çox da birinci etdiyim hərəkəti edirəm. Evdə boşluq olanda çay dəmə qoyuram, məsəl üçün dəm almağını gözləyirəmsə, başlayıram mətbəxdə o hərəkətləri eləməyə. Bu hərəkətlər qarının bərkiməsi üçün, piyinin əriməsi üçündür, yanmaq üçündür, beli incəldən hərəkətlərdir və bədəndə yağı yandıran hərəkətlərdir. Ümumiyyətlə çalışın, nəfəs alıb verəndə qarnınızı içəri doğru həmişə möhkəm sıxın, boş saxlamayın. Bu vakuum hərəkətidir. Bundan da əzələlər yığılır, qarın dərisi bərkiyir. Əsasən ac qarına edilir. Nəysə, hərəkətlərimi bitirdim. Bugün turanış olacaqdı deyə dedi düşək aşağı nə lazımdır alaq. Mən də fürsətdən istifadə elədim, dedim gedim özümə qəlib alım. Biskvit bişirməyi istəyirəm. Biskvit üçün biraz fərqli qəlib istədim. Məhəlləmizdə Mini Sədərək deyilən mağaza var. Orada demək olar ki, hər şey var. Qablar, ev üçün istəsəz, xırda şeylər, hər şey var. Bir də qablara da baxdım. Dedim əgər yaxşı qabları olsa, xoşuma gələn olsa, 1-2 dənə götürəcəm. Xoşuma gələn elə qablar olmadı. Bir dənə buna baxdım ki, rəngli fərqli görsənəm budur. Bunun da ki, göz muncuğuna oxşayan belə bir baxışları var idi. Bunu da bəyənmədim. Ümumiyyətlə mən mağazası görəndə çıxa bilmirəm. Bütün qablara gərək baxam. Əvvəllər geyimlərə belə idim. Geyim alsam da almasam da baxırdım. İndi isə qablara, bacımla da keçən və girmişik, ancaq qablara baxır. Deyirik almayacaq, niyə baxırıq, özümüz də bilmirik. Amma adamı elə bir ki, çəkir elə mağazalar özünə. Müxtəlif ölçüdə, müxtəlif qiymətdə qəliblər var idi. 6 manatlıq qəlib aldım. Əslində 3 manat 50 qəpiyə də var idi. 8 manata da var idi, 10 manata da var idi. Yəni müxtəlif qiymətlər
qiymətləri var idi. Mənim bəyəndiyim 6 manatlıq idi. Biraz dərinliyi də var idi. Ölçüsü də yaxşı idi. Əlimdə gördüyünüz bu qabı götürdüm. Bundan sonra vloqlarımda maraqlı kekslər görəcəksiniz. Çünki bir neçə reseptlər götürmüşəm. Qəlibləri bu formada olduğuna görə mən də bu cür qəlib götürdüm. Gedirik gəzməyə nəhayət. Sifətlərinə bax. Heç üzləri də gülmür də gəzməyə gedərlər. Конечно. Bugün hava yaxşı idi deyə dəyərləndirdik. Gəldik şəhərə. Öncə Crescent'ə gəzdik. Zara'da Nilay üçün qəşəngdir. Görün bunu internetdən tapa bilərəm, ucuz. Qəşəng ayaqqabıdır, amma 79 manat. Zara geyimlərini bəyənirəm, amma aşırı qiymətləri çox bahadır. Ona görə də həmişə endirimdə olanda alıram. Blueberry duxların qiyməti 12 manat idi. Ona görə də bu dəfə aldım. Çünki Nilay xoşlayır buranın duxlarını. Nilay dən xoşuma gəlir. Да. Gözünə bax. Vay, ne diyorsun? Neyse, gel gidelim bunu götüreyim. Да? Ha. Ой, мама какая-то щедрая стала. Gel gidelim. Nilay. Привет. Это теперь мой. Рахим, что с тобой, Рамчик? Не так. Я тебе дам. Не грусти, это наши. Özüm də gülməkdən. Yəqin ki, videoda gördünüz. Nilayın hədiyyəsini verəndə Rahim sordu ki, yəni mənim niyə yoxdur. Sonra da əl çəkmədi ki, o duxudan mən də vurmalıyam. Anne dedim. Hamı şəhərdədir. О, полиция, ладно. Geldiğim adada oturduk. Size ne olur? Ha. Это мои новые духи. Aç göreyim. Vanilla Ice Off какой-то. Что это? Что это? Ne doldu iyilirse. Смотрите, какая красивая. Ванилом пахнет. Давай я тебе сделаю. Рамчик. Давай, иди сюда. Рамчik bunu yeşil verir. Ben yürüdüm buradan böyle. Yok yok. Kulaktan. Ben kulaktan. Давай газ. Нажим. Rahim gördü ki, Nilay istifadə edir. O da ağladı ki, mən də vurmalıyam duxunu. Onun üçün də eləyirik. Burada çay gözləyirik, çay içəcəyik, sonra isə gedəcəyik evə. Hava soyuq idi deyə çox da gəzmədik. İçində çox gəzdik. Sadəcə olaraq mən onun hamısını burada çəkməmişəm. İstədik ki, olan restoranlarda oturaq, ancaq külək olduğuna görə dedik, uşaqlar da üşüyəcək. Ona görə də Madoda oturduq. Madonun ümumiyyətlə bu çay servisindən çox xoşum gəlir. Yanında qəşəng belə balaca mini sunumluqlar olur. Adam yaxşı atışdırır. Çox yaxşı fikirdir bu. Anda bundan yiyoruz. Sütlaç yedik. Şey de, şirniyat da. Burada sütlaç sifariş vermişdik. Doğrudan da çox qəşəng sütlac idi. Marojna kimi idi, elə bil. İçində əslində buz kimi nəsə var idi da. Yəqin ki, onu dondururlar. Ay burada nə qədər eləyirəm, yemir. Biz əvvəllər evdə eləyirdim. Daşa belə xoşlayırdı sıyığı. Ancaq bunu yemədi. Nə qədər eləyirəm, dadına bir belə baxmadan deyir ki, yox, bəyənmirəm. Ancaq Rahim yeyir, ən azından dadına baxır. O biraz yedi, biraz mən yedim, biraz Rahimə yedizdirdim. Rahim sonra dedi ki, yox, bəsdir, mən doydum. Sonra mən özüm yedim. Bacımla biz əvvəl Madoya tez-tez gedirdik. Orada ən çox yediyimiz vafli isti şokolad idi. Doğrudan da çox ləzzətli olur. Bilmirəm siz yemisiniz, biz sevirik. Madoya nə vaxt getsək, vafli zakaz veririk və isti şokolad qəşəng olur. Bu dəfə isə amma sütlaç yedik. Burada çay içəndən sonra isə yavaş-yavaş gedirik evə. Mən istədim ki, bugünkü vloqum belə gəzinti olsun. Hər dəfə evdə təmizlik falan bu işləri görürəm və sizinlə bölüşürəm. Düzü bilirəm ki, bəyənirsiniz. Ancaq bu dəfə istədim ki, vloqum fərqli olsun. Davamında da evdə gedirəm, qablarımı yuyuram, yemək bişirirəm uşaqlara təzədən acıydılar. Əgər
Əgər vloqlarımı bəyənirsinizsə kanalıma abunə olmağı unutmayın. Bugünkü gəzintimizi də belə bitirdik. Yavaş-yavaş evə gedirik. Vloqumu da yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik.